Azərbaycanda yaşıl dünya naminə bir il kimi qeydə alınmışdır və bildiyiniz kimi COP29 məşhur bu ekologiyanla bağlı tədbirdə Azərbaycanda keçirildi. Bu çərçivədə də müəyyən qədər batareya mövzusuna biz də toxunduq və batareyaların həqiqətən də bizim ölkədə ümumiyyətlə adi zibil qablarına atılması böyük ziyanlara, özünün ziyan görməsinə gətirib çıxarır və batareya tullantıları ümumiyyətlə təbiətdən hardasa 100 illiklərdən sonra özünü təmizlənib gedir. Elə tullantılar var ki, onlar təbiətdə qalır və müəyyən müddətdən sonra onlar öz torpağa qarşı çürüyür, gedir. Amma batareyalar belə olmur. Batareyalar uzun müddət torpaqda qalır və öz radiasiyasını, öz ziyanlarını təbiətə vurmaqda davam edir. Burada işlənmiş batareyalarla bağlı ekoloji və sağlamlıq problemləri barədə müəyyən qədər danışmağa çalışacağıq. Birinci növbədə onu qeyd edək ki, batareyalar həyatımızda əvəzsiz rol oynayır. Bugün həyatımızı batareyalarsız təsəvvür etmək mümkün deyil. Adi belə deyək ki, telefonlarımızın batareyaları bizə böyük köməklik göstərir. Sırf telefonlarımızın istifadəsində. Sonra deyək, adi pult, televiziya pultunun batareyaları. Burada müəyyən batareya nümunələrdən sizlərə qoymuşam. Adi batareyalar bizim həyatımızda böyük rol oynayır. Məsələn, pultların istifadəsində və deyək ki, sistem mouseların istifadəsində bugün əvəzsiz roldur. Sırf bunların sayəsində kondisioner, televizor, digər avadanlıqların pultlarında istifadə olunur. Sonra telefonlarımızda olan, içdə olan batareyalar və çöldən taxılı çıxarıla bilən batareyalar var, sanki adi telefonlarda. Bunlarsız da həyatımızı təsəvvür etmək olur. Telefon sırf batareya sayəsində biz uzun müddət danışa bilirik, istifadə edə bilirik telefonu. Bundan başqa biz notebooklarımızda olan batareyalar var. Bunlar biraz köhnə modellərdə çöldən çıxa bilirdi və daxil ola bilirdi notebookumuza. Və indi yeni notebooklarda isə iç batareyalar var və içdə yerləşdirilir. Sırf notebook nazik olsun deyə, içəriyə belə uğraşdırılır. Bunlar da əvəzsiz olaraq notebookumuza haradasa işlətməkdə bizdə böyük rol oynayır. Harasa daşıdıqda, harasa işlər apardıqda notebookumuza önəm kəsb edir. Bunların da içərisində üstü belə qapalı görünsə də burada açıq variantı var. İçərisində sırf batareyalardan ibarətdir əslində. Xüsusi batareyalardır. Onlar müəyyən qədər daha uzun müddətli saxlamağa gətirib çıxarır. Plus-da belə deyək ki, sırf biz batareyanın sayəsində bu həm də dolub boşalan bir batareyadır. Digər batareyalardan fərqli cəhəti odur ki, biz bunu müzayətəyə qoyuruq, müəyyən qədər şarj edirik. Ondan sonra yenə istifadə edə bilirik bu batareyalar. Burada müəyyən tərəzilərdə, kiçik tərəzilərdə və ya kompüterlərin blakalarında və digər hissələrdə CR2032 və ya 2020 deyilən kiçik batareyalarla istifadə olunur. Bu batareyalarda onların işləməyinə və ya kiçik bizim hansı qurğularımızın və ya avtomobillərin pultlarının batareyaları belə kiçik saatlarda olur və ya bundan kiçik variantlarda dolu saatlarında olmuş olur. Müəyyən avadanlıqlarda və ya kombi avadanlığında və ya digərlərində belə batareyalarından da biz rastlaşa bilərik. Bundan başqa burada siz daha böyük bir batareya görürsünüz. Bu batareya saxlanmır, şarj olunur. Onu biz bunu qoşaraq, xüsusi UPS avadanlığını, biz onu müvəqqəti olaraq saxlaya bilərik, elektrik enerjisinə təmin edə bilərik. Əsas məqsəd odur ki, birdən işıqlar sönsə, nəsə olsa, bizim sənədimiz itməsin o personal kompüterdə və hər hansı bir qısa qapanma zamanı nəsə olduqda, UPS onu müvəqqəti elektrik enerjisinə təmin edir. Bu isə UPS batareyasıdır. UPS batareyaları biraz daha böyük olurlar, belə formada olurlar. Burada batareya növlərindən isə biz deyə bilərik, əsasən litium-ion batareyaları istifadə olunur. Li-ion yazılır üstünə. Əsasən bizim istifadə etdiyimiz batareyaların hamısı demək olar ki, litium-ion batareyalardır. Bu batareyalar əslində bugün ölkəmizdə şarj edən xüsusi məntəqələrə qoyulub. Həmin maşınlarda əslində sırf onların da batareyaları müəyyən müddətdən sonra xarab olur və onlar da
təbiətə əslində atılmağa başlayacaq. Bizim ölkəmizdə yeni biraz elektrik avtomobilləri yenidir. Amma müəyyən dövrdən sonra avtomobillərdə olmaqla daha böyük batareyalar və daha böyük əraziləri çirkləndirməyə çıxacaq. Bu batareyaların əslində təkrar emal məntəqələrinin təqdim olunmağı və onlardan müəyyən elektrik enerjisinin alınması və ya təkrar düzəldilib yenidən batareya halına keçməsi sırf əsas rol oynamalıdır. İndi qarşıda ölkəmizdə bu tipli tədbirlərin üzərində iş aparılır, yəni bunlarla həyata keçirilməlidir. Maşınlarda müəyyən problemlər də insanlar rastlaşırlar. Əsasən radiasiya problemləri baş verir. Çünki adi benzinlə olan maşınlarda bu batareya xüsusi radiasiya vermirdi, yəni insanlara ziyanlı o dərəcədə yox idi. Amma bugün orada batareyaların müəyyən köhnəlməsindən sonra, müəyyən reaksiyalara getməyindən sonra müəyyən şüalar verir və bu şüalar insanda olan müəyyən hüceyrələri öldürür və ziyan verir adamlara. Eyni ilə batareyaların təbiətə atılması da orada radiasiya şüalarının yayılmasına səbəb olur və insan orqanizminə ciddi ziyanlar, fəsadlar yanına verə bilir. Sayəsində burada qeyd olunur ki, təbii resursların tükənməsi. Təbii resursların tükənməsi o deməkdir ki, yəni təbiətin bu formaya düşməsi sayəsində ola bilər ki, əkin sahələri azalır, artıq müəyyən torpaqlar, yəni var vermir, müəyyən problemlərə gətirib çıxarır və tam olaraq yararsız hala düşürür, yəni müəyyən torpaq sahələri. Ona görə bu təbii resursların tükənməsinə gətirib çıxarır. Nümunə bir qutu qoymuşuq burada. Yəni batareyalar xüsusi formada, yəni sırf bu xüsusi qutularda yerləşdirilir və onu qeyd edim ki, Azərbaycanda ilk dəfə bu toplanma prosesinin deməli, xüsusi bir fond həyata keçirir. Burada belə deyək ki, İdeya İctimai Birliyinin ilk dəfə bu dəstəyinə baş verir. Burada belə deyək, məktəblərdə, indi bilmirəm hansınızın məktəbində belə bir şey görmüsünüz yox. Məktəblərdə xüsusi batareya yığım qurğuları qoyulur və sırf tələbələr evdən xarab olmuş batareyaları gətirib ora yana atırlar. Bunun nəticəsində çoxlu kiloqramlarla belə deyək, batareyalar yığılır və təkrar emal üçün Ekologiya Təbii Sərvətlər Nazirliyinə göndərilib, orada xüsusi məntəqəyə göndərilir. Bundan başqa onu deyə bilərik ki, bu layihə üzrə Kapital Bank və Qırmızı Ürəklər Təşkilatı, belə bir təşkilat var, Red Hearts təşkilatı. Onlar bir yerdə sırf batareyaların toplanması, təbiətdən toplanması və ya müəyyən yerlərdə qabların quraşdırılması üzrə də bir aksiyaya, onlar da qoşulurlar. Bundan başqa onu deyək ki, Bravo Market və Baku Electronics'də də belə bir qutular qoyulur. Orada da gələn müştərilər, sırf həmin qutulara batareyaları ata bilər. Bu təbiətin qorunması üçün bizim üçün bir borc kimi olmalıdır. Bunu biz batareyaları adi zibil qabına yox, sırf orada quraşdırılmış qablara yerləşdirək. İndi biz Bakı Gənclər Mərkəzi və Baku IT Akademi biz də öz mərkəzlərimizdə belə bir qutu yaratmışıq. Əsas burada istəyərik ki, siz də bura gəldikcə, evdə belə batareyalar olduqca həmin batareyaları həmin qutuya yerləşdirəsiniz. Və sonra bu müəyyən biz düşündüyümüz bir kiloqram çəkiyə çatdıqda biz həmin batareyaları sizin də ola bilər iştirakınızla Ekologiya Təbii Sərvətlər Nazirliyində olan xüsusi tullantıların idarə etmə mərkəzinə təhvil verək bir yerdə. Bu, belə deyək də bir prosesi baş verir, batareyaları toplamalı. Toplamada da təbii ki, 3 dənə batareyanı emal etmək sərfəli olmaz. Gərək çoxlu sayda batareya olar, çünki bunun emalı üçün də müəyyən xərclər xərclənəcək. İkinci, burada ayrılma qeyd olunur. Ayrılma hissəsi batareyanın adətən üzərində xüsusi belə deyək, qoruyucu hissə var. Bu dəmir hissə batareya deyil, ya kontakt verici hissələr. Bu hissələr bundan ayrılırlar və içəridə olan batareyanın öz hissəsi oradan çıxarılır. Bu ayrılma prosesidir. Emal prosesi isə bunların xüsusi temperaturda ərdilib, yenidən istifadəyə verilməsi prosesidir. Emal prosesi müəyyən qədər, belə deyək ki, çətin prosedurlardan keçir, əridilir xüsusi maddələrlə
və sonra yenidən ondan batareya istifadə edə bilirlər və yeni istifadə edirlər, yeni batareya yəni ortaya çıxmış olur. Nəticə və tövsiyələr barədə burada qeyd etmək istəyərdik. Burada ingiliscəsində sağlam həyat yazılır. Birinci qeyd olunur ki, batareyaları düzgün utilizasiya etməliyik. Utilizasiya yəni atılma, siz təbiəti daha da qorumaq istəyirsə, xüsusi batareyalar var ki, onlar da satılırlar. Batareyaları yenidən doldurula bilən batareyalar. Yəni, sırf belə batareyadır, siz məsələn, bunu işlətdiniz, bitdi, çıxarırsınız, qoyursunuz, xüsusi adaptör var, onun içərisinə yenidən doldurulur və yenidən taxıb işləmirsiniz. Yəni, adi telefon batareyası kimi. Yəni, bu formada siz batareyanı gec atırsınız. Yəni, normalda belə batareyanı siz 5-10 il işlədə bilirsiniz və hər dəfə də batareya almırsınız və təbiəti də az çirkləndirmiş olursunuz. Bunlar təkrar doldurula bilən batareyalar. Təbii ki, bugün bizim telefonlarımızdır, notebooklarımızdır, bunların hamısında da təkrar doldurula bilən batareyalardan istifadə olunur. Yəni, bu batareya növləri var, adi standart batareya, hansı ki, biz kursiyon, neysə sağlır. Bunların da biraz qiyməti bahalıdır, amma bunların da doldurula bilən, yəni təkrar doldurula bilən növləri var. Yəni, bu formada siz işlətməklə biraz təbiətdə batareya tullantılarının atılmasının azalda bilərsiniz. Yəni, təbii ki, onların da ömrü ölür, amma müəyyən qədər gec bu baş verir proses. Bundan başqa bir şeylər də qeyd edeyim ki, biz bayaq misallar çəkmədik. Məsələn, mobil artıq su şotçikləri var, yəni sayğacları, su sayğaclarıdır, qaz sayğaclarıdır. Bunların hamısında da əslində yenə də içəridə batareyalar var. Yəni, onların da işləməyini təmin edən batareyalardır. Yəni, bütün avadanlıqları bunlara batareyalar yerləşdirir. Sonra burada belə deyək ki, təkrar emalın geniş yayılması üçün cəmiyyət maarifləndirilməlidir. Burada bir şərt qoymuşuq nəticə olaraq. Yəni, bu batareya prosesindən əslində çox təəssüf ki, çox gənclərin heç xəbəri yoxdur. Yəni, batareyanın vurduğu ziyanlar. Yəni, əslində bunun çox böyük ziyanları var. Yəni, adi düzdür, şüşə bir butulkanı da içib atırsınız, tutaq ki, bununla paralel bunun vurduğu ziyan 100 dəfələrlə daha çoxdur. Yəni, bunun təbiətə atılması. Ona görə burada bizim bu maarifləndirici tədbirimizin əsas məqsədi siz batareyaları, yəni xüsusi qutulara, xüsusi bu məntəqələrə, dediyimiz kimi Bravo marşet, digər yerlərdə də belə məntəqələr var. Yəni, harasıza uyğunursa, ora atmağımız, yəni bir təbiətin qorunmasında sizin də bir rolunuzun olması kimi bir məsələ sayıla bilər. Bu belə. Təşəkkür edirəm dinlədiyinizə görə. Suallarınız var mı bu yöndə? Amma mən belə gördüm ki, yəni şəkildə fikir verdim ki, yəni batarya işləməyəndə, yəni belə deyirlər, orada o şəkildə görünür, yəni torpaq qurulur, amma batarya istifadə olunur, yəni təbiət yaşıllaşır, gözələcək yəni. İstifadə olunanda yox, sual verəmizə. Deməli, təbiət qorunmaq. Təbiət qorumaq nəzərdə tutulur. Yəni, baxaraq təbiətə atdıqda torpaq çirklənir, yəni bu formada. Yəni, onu təbiətə atmamaq, nəticədə sırf istifadə üçün, yəni təbiətin gözəlləşməsi orada ona göstərir ki, yəni biz batareyalarını çirkləndirməyək, yəni onları xüsusi məntəqələrə verək, yəni o məntəqə onu təkrar emal eləsin və nəticədə o torpağı çirkləndirməsin bu formada, yəni ziyan gətirməsin torpağı bu formada. Yəni ona görə orada belə bir şəkil qoyub ki, yəni sırf torpaq ziyan görmür, yəni zədə görmür bu formada və çirklənmir, yəni sırf batareyalar. Buyurun, başqa nəsə kiminsə sual var. İndi bir, buyurun. Bu bataryaların içindəki bu lityumdur, çıxarılır və yenidən emal edilir. Bu bitibsə və ömür tükənirsə, bu necə təzədən enerjini bərpa edir ki? Orada necədir? Onun içərisində xüsusi maddələr var. Yəni, indi bu proses haqqında bir qısa videoda baxacaq. Yəni, onun içərisində xüsusi maddələr var. O maddələri təkrar digər bir maddələrlə yenidən diriltmək belə deyək. Yəni, onlar sırf təbiətdə onsuz da ayrı-ayrı maddələrdən ibarət olur. Onlar birləşdirirlər və onlar sırf batareya çevrilir. Bu zamanda onun içindən o hissələr ayrılır. Yəni, xarab edən onun hissə oradan çıxarılır və digər bir hissələr, bir maddələr
əlavə olunaraq yeni batareya növünə çevrilmiş olur. Yəni tutaq ki, belə deyək ki, biz hansısa bir tutaq ki, dəmirdən bir qızıldan bir üzük düzəltdilər. İndi üzük yəni müəyyən işlənəndən sonra yəni o ola bilər biraz rəngin dəyişdiyi nəsələni bunu əridib yenidən təzə bir qızıl düzəltmək olur. Bu da o formada metal kimi elə bilim yenidən yəni istifadə oluna bilir. Buyurun. Mənim istəyirəm belə, yəni hamının bildirmə darlarının təkrar emal prosesi ilə baterik proqramına bağlı olaraq, yəni çox nadir hallarda yəni ki, insanlar gedib onu eləyərlər və bununla bağlı deyirsiniz ki, Azərbaycanda yəni irəliləyiş var da, yəni nəsə bir fond açılır və yaxud da bir şey olur. Yaxşı, mən sizə bir dənə sual verim. Düşünün, iki dənə eyni markalı bateriyadır, biri 4 manatdır, biri də 8 manat, amma 8 manatı təkrar edilir. Siz 8 manatı alarsınız, 4 manatdır. Burada sual belədir ki, yəni biz ümumiyyətlə yəni təkrar emal prosesinin yəni hansı şirkət tərəfindən olunduğu birinci yəni soruşmaqla maraqlı olar. Yəni hansı şirkət edib və təkrar emalda necə bir yəni formada etdiyi artıq oradan müəyyən olur. Yəni onun içərisində maddələr. Amma təkrar emalı biz işlənmiş batareya kimi başa düşməsiniz biraz. Çünki orada yəni sırf yararsız maddələr yenidən ayrılır oradan içində. Həm də biz ümumiyyətlə ola bilir ki, bir zavod, tutaq ki, götürək burada aktiv zavodlar, məsələn Duracell şirkəti daha çox görürük və ya Varta şirkətinin demək olar çox şeylər üçün, akkumulyator, maşın, akkumulyator üçün batareyaları görə bilir. Bu şirkətlər əslində öz batareyalarını geri alırlar, yəni öz batareyası haqqında çünki məlumatlıdır, bilir nədir ona nə yoxdur. Onlar məsələn bizim ölkədə biraz birinci mələ təzə başlayır. Biraz məsələn o ölkələrdə konkret pulla batareyanı alır müştərilər. Məsələn deyir ki, xüsusi məntəqədir, atırsan batareyanı neçə kiloqramdır, sən pul verir. Götürürsən pulu. Onlar öz batareyalarını təkrar alır. Yəni ola bilər ki, bizim işlətdiyimiz və yaxşı bildiyimiz, sizin bildiyiniz kimi təkrar emal olunmamış bildiyiniz batareya da təkrar emal olmuş batareya əslində. Normalda o zavodda yəni bu metal onsuz da itib gedir. Yəni onlar öz detallarını yenidən təkrar emal edir. Və bir də onu qeyd edək ki, məsələn, təkrar emal prosesinin üstün cəhəti odur ki, yəni təbiətdə buna görə resurslar xərclənir. Gedir, məsələn, hansısa bir yerdə qazılır, nəsə olur, torpaqdan metallar çıxarılır. Həmin metallar da təbiətdə qalmış olur. Bizlərdə bunu təkrar işlənmiş yəni olur bu formada. Ümumiyyətlə də batareyaların üzərində əslində müddət ili də yazılır. Bəzən də qeyd olunur ki, onun hansı ilə qədər yəni, almaq işlətmək olar. Əslində siz bunu alanda baxmalısınız. Əgər ilinə az qalıbsa, onu almaq düz deyil. Və bir də onu deyim ki, müəyyən qədər biraz bu problemi düzəltməyə çalışırlar. Batareyalar məsələn adi notebook'umuzda götürək. Həmişə biz notebook'u, bunu biraz IT tərəfindən mən danışdım sizə. Həmişə notebook'u tokda işlətməklə bizim batareyamız daha tez ölməyə başlayacaq. Ömrü başa vuracaq. Çünki batareya belə bir şeydir ki, o gərək dolub boşala, işləyə ki, o yəni yaşayaq. Həmişə dolu qalanda da o ölməyə doğru gedir. Bir də siz ola bilər kompüterinizi uzun müddətli işlətmirsiniz, aylarla qaldı kənarda, bu zaman da onun batareyası ölməyə başlayır. Yəni yenə də işlənməmə prosesi gedir. Nəticədə batareya yəni dayanmaq prosesinə doğru gedir. Ona görə siz kompüterinizi məsələn işlətmirsiniz, heç olmasa bir həftədən bir onu yandırıb, bir batareyasını doldurub, bir boşaldıb nəsə etməyiniz lazımdır. Çünki bu onun ömrünü biraz belə yaşada bilər. Bir də burada onu qeyd edir ki, batareyaların ümumiyyətlə, məsələn, kompüter batareyalarının o sikl deyirlər, bunların əslində standart növünü 300 dəfə dolma